Avropadan herkese salamlar dostlar. Mən Seyfəddin və bugünkü videomuzda bildiyiniz kimi ən son maşının arxa tərəfini biraz yarıtmışdıq yüngülvari. Qəsdən olmamışdı. Kiçik bir təsadüf nəticəsində və kiçik bir məsuliyyətsizlik nəticəsində arxa hissəsini vurmuşdu. Amma düzəltmişik, yəni əsası odur. Yəni o qısa videodan gördüyünüz qədər tam baxmışdı. Bir miqdar yəni düzəltmişəm. Burada yüngülvari cızıqlar qalıb belə. O da ki, düşünürəm ki, polirovka ilə düzələn şeylərdir. Biraz da rənglərdə belə çartlama var. Onu dediyim kimi yəqin ki, düzəldər. Amma əsas o idi ki, yəni xarici görünüşdə, məsələn, uzaqdan baxanda bir o qədər də yəni bilinmir ki, arxa tərəfdən vuruğu var. Düzdür, burada ruslar demişkən zazor bilinir, çox sərt formada. Amma yəni əldən nə gələr? Hələ ki, yəni minimum xərclərdən bu qədər. Vardı, bunu da özüm düzəltmişəm. Bir dənə qardaş yorum yazmışdı ki, yəni bunu arxa hissəsini penlə isi, ondan sonra o biri hissədən arxa nahiyəyə bas və düzələcək. Bunu düşünmüşdüm mən açıq, amma penlə yox. Mən düşünmüşdüm ki, ocaq qalayaram, yəni bura yaxın, onun istiliyi vuracaq, sonra ondan nəsə əllə düzəldərəm. Sonradan düşündüm ki, ziyanı ola bilər, yəni burada rəngə bir ziyanı olar. Ondan sonra saxladım, dedim biraz düşündüm ki, yəni nə eləmək olar. Ondan sonra dediyim kimi o qardaşım, yəni şərhini gördüm. Dostumda da, yəni iş yoldaşımda da qəşəng bir fen var idi. Fen deməzdim, yəni isitmək üçün xüsusi aparat. Qoyduq, isitdik, bir tərəf düzəltdik. Yəni belə əmələ gətirdik bir şeylər. Düşünürdüm ki, üstüyə apararam. Ondan sonra gördüm ki, yəni maddi imkan bu dəqiqə o deyil. Hələ ki bu qalacaq. Yəni əsas odur ki, bir o qədər, yəni burada çoxlu batıq, yəni görünüşü yoxdur. Gələcəkdə də hardasa 2-3 ayda haçan imkan olar, artıq bunu da düzəldərik. Gözlənilən bir şeydir. Yəni olan olub keçən keçib. Olmalıydı bu haçansa. Düzdür, 3 gün keçmədən biraz yüngülvari vurduq maşını, amma nə etmək olar? Bir qismət. Əsas o idi ki, yəni cana gələn ziyan mala gəlsin. Bu dəmir parçasıdır. Düzdür, amma məsəl üçün bir miqdar orada pis olur. Yəni dəmir parçası da olsa, bunu almaq üçün birincisi mənim bir ay ömrüm gedib. Ondan sonra yəni gecə gündüz işləmişəm, artıq saatlar işləmişəm bunu almaq üçün. Elə də dəmir parçası deyib keçmirəm, amma yəni bu dünyada onu deyərdim ki, yəni candan dəyərli heç bir şey yoxdur və əsas odur ki, yəni dediyim kimi də cana gələn mala gəlsin. Bu yüngülvari şeydir, yəni ondan sonra ümid edirəm ki, bundan daha böyük bir problem şəxsən özüm yaratmaram. Keçən videolarda gördüyünüz kimi, yəni bütün maşın əla vəziyyətdədir, yəni heç bir problemi qalmayıb. Yüngül xırda problemləri o qalıb ki, maşını hələ təmizləməmişəm, amma vaxt olan kimi eləyəcəm onda. Maşın təmizlənməlidir. Ondan sonra nə yeni problem aşkarlamışıq? Kondisionerdə soyuq hava vurmur. Bu da böyük ehtimalla azot bitib, yəni yenidən azot doldurmaq lazımdır. Onu da artıq eləyərik. Açıq deyil, havalar bir o qədər də isti deyil, yəni bu dəqiqə onu ehtiyac yoxdur. Yəni kondisioner problemi var. Ondan sonra maqnitofon dəyişdirməlidir. Onu da müvəqqəti necə eləmişəm? Maqnitofon işləmir, canı sağ olsun. Qalankanı qoymuşam, maşında oxuduram. Yəni kasıbın olanından hələ ki belə yola verdiyi üsullarla biraz fırlanacağıq. Ondan da sonra gələcək görək nə olur. Amma əsas məqsəd nə idi? Əsas məqsəd yəni onu sübuta yetirmək idi ki, insan istəsə çox şeyə nail ola bilər. Əgər məsəl üçün mən yəni qarşıma məqsəd qoydum və dedim ki, bir aya işləyib, yeri gəlsə artıq saatda işləyəcəm belə,
Yer gəlsə pul xərcləməyəcəm, yəni qəpiyinə kimi yığıb nəsə alacağam. Demək bu real imiş. Düzdür, mən bunu zaten bilirdim. Amma həm sizlərə göstərmək məqsədi ilə, həm də ki bir maraqlı bir kontent kimi dedim ki, yəni belə bir video çəkək. Özü də ki, yəni bu həm YouTube-da, həm TikTok-da bizim ilk mövzumuz oldu. Yəni bir ay tualet təmizləyərək maşın alırıq. Dediyim kimi çox maraqlı günlər oldu, müəyyən qədər çətinliklər çəkdik. Amma əsas o idi ki, yəni məqsədimizə nail olduq, məqsədimizə çatdıq. Onunla yanaşı onu deyim ki, yəni bu maşını alanda, yəni zaten məqsəd o idi, almaq. Buna görə işləyirdik. Bircə nəfər demədi ki, sən yaxşı elirsən maşını alsan. Danışdılar, maşını nə edirsən, nə bilim, piyada geyib gəlirsən, amma maşın sənə rasxod olacaq. Bu, yəni bunlarda müəyyən qədər həqiqətlər var, razıyam. Təbii ki, maşın sürürsənsə, bu nə hava ilə gedəcək, nə su ilə gedəcək. Bu nəsə, yəni benzinlə, dizeldən tökməlisən ki, bu yetim də getsin də, hava ilə işləyəcək bu. Əsas məsələ yəni o deyildi ki, tutun, aldım maşını, nə bilim, sağa sürüm, sola sürüm. Əsas məsələ buydu ki, yəni hədəfim buydu və hədəfimə çatdım. Və insanlara da göstərmək istəyirdim ki, insan əgər hədəf qoysa qarşısına, onu əvvəl-axır yerinə yetirəcək, o hədəfə gəlib çatacaq. Sadəcə istək olsun, o hədəfə gedəcək bir güc tapasan, müəyyən qədər hardasa bəzən çətinliklər olur, nə bilim, yəni çətinlik çəkir insan, mən özüm də çətinlik çəkirəm, amma günün sonunda istəyimə nail oldum və əsas məsələ budur. Dediyim kimi, bir insan mənə dəstək olmalı ki, sən yaxşı edirsən, alırsan, al. Düzdür, bir qədər ziyanlıq çəkdim, məsəl üçün, bunun ustasıydı, o suydu, bu suydu. Yəni, hər ayda, yəni maaşdan bu müəyyən xərcləri olacaq. Yağıdır, suyudur, benzinidir. Xərcsiz olursa heç nə yox. Yəni, onda belə baxsaq, belə götürsək, biz onda yaşamayaq da. Müəyyən insanlar var ki, yeni telefon xəstəsidir, yəni pulun yığır və yaxud da kreditə girib gedir, onu alır və yaxud da paltar dəlisidir, aldı, 2-3 gün geyindi, çıxartdı, atdı, təzəsini geyindi. Yəni, bu dünyada hər şeyin bir dəlisi var. Mənim isə əsas məqsədim o idi ki, hədəfim olsun, gedim birinci hədəfimə çatım, hədəf bitdi, ikinci hədəf bitdi, üçüncü hədəf və belə-belə, yəni gedəsən. Dünyaya zaten bir dəfə gəlirik, düzdür, bu biraz təhlükəli mövzudur, yəni təhlükəli bir sözdür. Dünyaya bir dəfə gəlirəm, mən hər şeyi eləməliyəm deyə bir şey yox. Qanunlar çərçivəsində, müəyyən sərhədlər çərçivəsində, yəni elə, yaşa həyatını və imkan da vermə ki, kənardan kimsə müdaxilə eləsin. Boş ver, yəni boş verin kiminsə o şəxsi fikirlərin, mən hər zaman belə eləyirəm. Yəni elə bizim millət, bir dənə də onu deyim, yəni bəzən bu sözü müəyyən qədər çox işlədə bilərəm, bizim millət. Mən özüm də o millətdənəm, millətimi pisləmirəm, yəni əstağfurullah, heç vaxt da pisləmərəm. Sadəcə, yəni onu demək istəyirəm ki, bizim millətin bəzi pis xüsusiyyətləri var ki, kənardan müdaxilə eləməyə çox xoşlayırlar. Və elələrinə də mən yəni özünə də qarşı məsələn deyirəm ki, mən müdaxilə eləməyə ehtiyac yoxdur və yaxud da sən mənə şəxsi fikrimi deməyə ehtiyac yoxdur. İndi şəxsi fikrim varsa, get yaxınlarıma, ailəvə denə. Yeri gəlsə mənim böyüyüm də var, mənim ehtiyac olsa məsləhəti mən ondan alıram. Yəni, bunu da sizə məsləhət verim ki, çalışın, çox qıraqdan da məsləhət almayın. Çalışın da heç o məsləhətləri, yəni sağdan götürün, soldan tullayın, geçsin. Həyatınızı yaşayın, beyin, gülün, əylənin, müəyyən də o balansı saxlayın. Yəni, mən bunu hər zaman deyirəm. İşin öz yeri var, əylənməyin öz yeri var. Amma elə eləyin ki, o yəni, balanslı şəkildə geçsin. Yoxsa çox, məsəl üçün, az işləyim, çox kef eləyim,
bunun bir şey yoxdur. Və yaxud da tərsinə, çox işləyir, az kef eləyir. Bu da yəni bir o qədər bir şey deyil. Ona görə sonda da demək istədiyim odur ki, kef eləyin, işləyin, ondan sonra yoruldunuz, kef eləyin, dincəlin. Amma balanslı şəkildə, yəni dediyim kimi, bir o qədər də kənardan çox ağıllı insanlardan məsləhət almayın, boş verin getsin. İnsan ömrü 50-60 ildir. Yəni ən yaxşı ehtimalla o da hansı bir xəstəlikdən o bir tərəfi boylamasaz. Heç kimə ziyan verməyin, yaşayın, çıxsın getsin. Belə, bu qədər. Özünüzdən müğayyət olun və ən qısa zamanda görüşərik. Hələlik.